Belə bir gözəl villamız satışdadır. Kupçası var, evində torpağında sənədi var. Villa haqqında məlumat verim. Villamız kolon betonlarla inşa olunub. Mərtəbə araları monolit beton, damın altında betondur. 18'li və 22'li Rus armaturundan istifadə olunub. Həyətin bisetkası var. Evin içində baseyni var. Videonun sonuna qədər izləsəz, hər bir şeyini göstərəcəm. Orada mangalnisi, evin arxasında qarajı, giriş qapısı, torpağı da bu qaydada. Ümumi sənəddə 7 sotdur. Yay üçün mətbəxi var. Amma yer özü faktiki 9 sotdur. Yəni sənədlə 7 sotdur, yerin özü faktiki 9 sotdur. Toyuq cücə üçün yeri var. Evi bu hissədən də göstərim. Demək, yay mətbəxi var, bisetkası var. Bütün kommunallar hamısı var. Ev kupçalıdır. Yəni burada bisetka çox gözəl inşa olunub. Olmayanlara qismət. Gözəl təklifdir. Bir daha vururuz. Burada bizdə giriş qapısı, mangalnisi və arxasında qarajı var. Evin tikilişi mükəmməldir. Ustanızla gəlin, hamısı özü şahid olacaqsınız. Və evin arxasını göstərim. Bu yelləncəyin bu hissəsində, yan tərəfində bizdə orada böyük bir kotelnisi var. Üzü qabancıq daşlarına üzlənilib. Yerləşməsi mükəmməldir, hündürdür, kupçalıdır. Bax burada kotelnidir. Evin 1 kvadratın qiyməti 1000 manata düşür. Demək, 9 sotda belə bir mükəmməl ev. Həyəti bu hissədən göstərim. Bisetka, yerləncəyin bir qismi burada da var. Burada da yay mətbəxidir. Evin içində tam super təmirləndir, hər şey öz qaydasında. Evin 1 kvadratı 1000 manata düşür. Yəni bugünkü gün bu evin içi 520 kvadratdır. Kupçada da 520 kvadrat kimi də qeyd olunub. Evin içinə daxil olduq. Belə bir ümumi görünüşü var. Paltar dolabı üçün burada böyük bir şkafı var. Və döşəmə qranit, altı üstü döşəmədir. İkinci mərtəbəyə qalxan, üçüncü mərtəbəyə qalxan pilləkən. Döşəməsi burada bahalı parket, fıstıq ağacından pilləkən. Və bu qapıdan da girəcəyik içəri. Ümumi ikinci dəhliz hissəsidir. Burada evin içində olan mətbəxdir. Burada bizdə baseyn var. Ən maraqlı evin bu hissəsində baseyni var. Yəni üstü örtüyü olan belə bir gözəl baseynimiz var. Burada ayaq yolusudur. Belə ayaq yolusudur. Burada Rus hamamıdır. Tam işləkdir. Evdə az bir vaxt yaşayışı olub. Sadəcə ev yiyəsi, uşaqları, oğlu qızı xaricdə yaşadığı üçün evdə tək qalır, satıb köçmək istəyir. Yəni ev bu adam üçün çox böyükdür. Burada bizdə belə bir yataq otağımız da var. 520 kvadrat kupçalı, Masazır qəsəbəsi, Bakı-Sumqayıt yoluna yaxın. Bakı-Sumqayıt yoluna yaxındır. Dövlət xəstəxanası var Bakı-Sumqayıt yolunda. Orada yaxındır, yeri hündürdür. İkinci mərtəbəni göstərirəm. Buradan üçüncü mərtəbə qalxan pilləkəndir. Üçüncü mərtəbə tam şəkildə təmirlidir. Hamam otaqları burada ayrı-ayrıdır. Böyük qonaq otağı var, qoşa qapı. Orada yataq otağı var. Mətbəxə buradan giriş də var. İkinci mərtəbənin öz mətbəxi var. Ev çox işıqlı, pəncərələr gözü qabağında. 520 kvadrat, kupçalı, şəxsi tikili. 15-20 il bundan qabaq tikilmiş bir ev. Bir daha deyim, bax bu qonaq otağı çox gözəldir. Böyük, çox sayda pəncərəsi var. Döşəmə parketdir. Demək, mətbəxdən də qonaq otağına giriş var. Videonu biraz bundan qabaq göstərdim, bu qoşa qapı. Qoşa qapıdan da giriş var. Otaq sayı belədir. Otaqlar böyükdür. Burada da yataq otağı var. Unutmayaq ki, birinci mərtəbədə böyük bir yataq otağımız var. İkinci mərtəbədə hamam otaqları ayrı-ayrı, mətbəx də var, qonaq otağı da var və qalxaq sonuncu mərtəbəyə. Pilləkənin quruluşu superdir. Sonuncu mərtəbədəyik, gördüyünüz kimi düz tavandır, yəni mansard deyil. Bir daha vururum. Bu damın altıdır, damın altında monolit betondur. Evimiz ümumi 6 otaqdır. Böyük ev, otaqları var. Şəxsi tikilidir. Tikintidən anlayışı olan, gəlib baxan kimi dərhal biləcək. Parketdir, sənədlidir, Masazır qəsəbəsi, dövlət xəstəxanasının arxası. Yeri mükəmməldir. Qiymət 520 min manat. 1 kvadratı, bu evin 1 kvadratı 1000 manata düşür. Yəni bazarda belə təklif yoxdur. Tikiliş də gözəldir, keyfiyyətlidir, təmir də göz qabağındadır. 10-15 ilin evidir. İstər-istəməz kosmetik cüzdə də olsa orada işi var, amma xırdapara işlərdir. Çox böyük işlər deyil. Buradakı olan yataq otağını da göstərim. 520 min manata deyilir, endirim olunur. Barter yoxdur.
Nağd satılır və mansarddan da görünüşünü göstərim. Hər mərtəbənin özünə hamam otağı var. Bu da eyvandan ümumi görünüşü. Yer nə qədər hündürdür, gözəl. Bu da həyətin ümumi görünüşü. Bisetka, ağac gülçin yeri, küçəsi enli, yeri mükəmməl. Olmayanlara qismət. Gözəl təklifdir, qaçırmağına dəyməz.